xəbər verdiyimiz kimi, Ermənistanda sülh körpüsü təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək. Görüşün iki ölkə arasında ictimai dialoqun genişlənməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və normallaşma prosesinə töhfə verəcəyi gözlənilir. 13-14 fevral tarixlərində baş tutacaq dəyirmi masada iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilk dəfə delimitasiya və demarkasiya olunmuş quru sərhədi vasitəsilə Ermənistana gediblər. Məlumata görə, müzakirələr vaxtı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiq olunmuş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Global Info.az-a danışan politoloq Elman Telmanoğlu bildirib ki, Ermənistanda sülh körpüsü təşəbbüsü çərçivəsində keçiriləcək dəyirmi masa Azərbaycan-Ermənistan münasibətlərində rəsmi diplomatiyadan kənar, lakin onu tamamlayan yumşaq diplomatiya aləti kimi qiymətləndirilə bilər. Vətəndaş cəmiyyəti platformaları adətən etimad quruculuğu, humanitar gündəlik və post-münaqişə reallıqlarının müzakirəsi üçün ilkin dialoq mühiti yaradır.